Buyur Müşfik müəllim, buyurun. Bu günləri biz hamımız Respublika Kickboks Federasiyasının çempionatı keçirir. Bölsən Olimpiya Mərkəzində və burada rəhmətli milli qəhrəman Fred Asif'in adı ilə bağlı çempionat seçilir. Çempionatı birazdan açılış olacaq. Bizim Kickboks Federasiyasının prezidenti, fəxri prezidenti Adil Əliyev gələcəkdir. Burada biz bu günləri qeyti rəhbərləri, mən özüm Şəhid Ələr Qayğı Cəmiyyətinin sədri, Tahir Məmmədli, Şəhid Qazi Veteran Cəmiyyətinin sədri, bizim Dostluq Mərkəzinin yəni prezidenti Fərman Borçalı şahidimiz və bizim qardaşlarımız, Müzəmməttin müəllim, deyə doğrudur. Yəni uğurlar olsun bizim gənclərimizə. Biz bu günlər, bu bayram günlərlə əlaqədar olan sizin bütün Azərbaycan xalqını başda ailə başqanları olmaqla bayramlarını təbrik edirik. Bayramın da bu günləri son günüdür. Görürsünüz ki, biz baxmayaraq ki, yaş ötdükcə daha da gəncləşirik. Bu gəncləri biz bu yerdə belə müşayiət etməyimiz, bunlara dəstək olmağımız bizlərimiz, döyüşçülərin, qazilərin fəxridir. Allah sizləri qorusun. Bir neçə kənd arkada şəhid ailələri, qazi, veteranlar və ictimaiyyət hamısı buradadır. Demək olar ki, bu günləri baxmayaraq dincəlmə günüdür. Bu günləri hamı fəxrlə burada iştirak edir. Çox sağ olun, çox sağ olun. Sağ olun Müşfik müəllim və bəli Müşfik müəllim qeyd elədi. Hal-hazırda qəhrəmanlıq yarışında, İctimai yarışında böyük yarış keçiriləcək. Burada biz şəxsiyyətlərlə bütün şəxsiyyətlər iştirak edirlər. Bu yarışda birinci sonları qabaqcadan biz BT rəhbərləri arasından təbrik edirik. Bunlara cansağlığa arzulayırıq. İdman sağlamlıqdır. İdman Cənab Prezidentin dediyi kimi, Cənab Prezidentin dediyi və xoşladığı bir idman növüdür. İdman sağlamlıq və gələcək üçün, gələcək nəsil üçün örnək olan bir idman növüdür. Və biz dinləri Müşfik müəllimdən, bütün bizim koordinasiya, bizim bütün hər bir yönlü qeydlərin ittifaqından da burada iştirakçılar var. Yəni bəziləri gəlib öz nümayəndələri görülür. Füzul müəllimdir, Emin müəllimdir, Sultan müəllimdir, Meyti müəllimdir. Hamısı demək olar ki, Asad müəllimdir. Bizim həmin o mərkəzdə ittifaqın da Tahir müəllimi göstərdiyi Rada xanımdır. Hamısı burada nümayəndələri iştirak edir. Çox sağ olun, çox sağ olun. Muhterem, Allah razı olsun. Buyur kardeş. Təqdim edir, sağ olun. Böyük şahidimiz onun aşağı, şu geç olsun. Ben ondan da sevinirəm ki, xalqımız çar günlərini, qalib xalqı, gözəl insanların vətəsində. Bunlar arzulayıram gənclərimizə, qalib olsunlar. Bunlar arzulayıram. Çok sağ olun, çok sağ olun. Allah kömək olsun. Buyur güzel kişi. salamlayıram ki, rəhbər iştirakçılarına təşəkkür edirəm ki, bizə dəvət edən, Azərbaycanın məşğul edən sporcularımız əgər bir səfər çalmışsa, deməli, onlarımız qeyrətli, namusu, şərəfli. Çok sağ olun, çok sağ olun. Allah var eləsin. Sağ olun, sağ olun. Allah ömür versin. Rızvan müəllim, sözüm var, buyurun. Bugün toplantıya giriştik ki, Azer kardeşimizin yarışı olacak. Allah onu var eləsin. İnşallah. Bizim şəxsən fəxr edirik, tərəh duyuruz. Azərbaycanın bayrağını bütün ölkələrdə qaldırıbdır. Bugünkü gündə də yenə də öyündürük ona güvənirik. Azərbaycana həmişə də bayrağını dalgalandıracaq bütün ölkələrdə. Allah ömür versin, Allah onun atasına rəhmət eləsin, qalanlara da can sağlıq. Amin. Müəllim buyur. Mən də təbrik edirəm. Xətaəni səhv olun. Çox sağ olun.
Siz hər şey oynayasınız. Qurban bayramlarını təbrik edirəm. Həm də Azər müəllimə yaşıl işıq. Buran ələ həmişə var olsun. Gözəl. Tələbələrin də bütün ölkələrdə bayraqları qaldırmağına biz fəxr edirəm. Amin. Amin. Çox sağ olun. Çox